Hər birinizi salamlayıram. Bu günlərin biz Hindistan, Çin, Yaponiya, Şimali Qafqaz haqqında danışacağıq. Dedik ki, 18-ci əsrdən etibarən artıq Böyük Britaniya Hindistan işğalına başlayır və 19-cu əsrin birinci yarısında da bu siyasəti davam elətdirir. Maratha Konfederasiyasıdır, Pəncabdır, bunlar ələ keçirir və nəhayətində 1856-cı ildə Audh knyazlığını da özünə tabe eləməklə Hindistan işğalını tamamilə başa çatdırdı. Ost-Hind şirkəti yazmışıq. Bəli, Hindistandır, Çindir. Buradakı ticarət hamısı Ost-Hind şirkətinin inhisarındadır. Yəni onun əlində idi. Belə deyək. Artıq nə idi? Bax bu Hindistanda olan bütün İngilis mülklərini də həmin Ost-Hind şirkətinin rəhbəri idarə edirdi. Bundan başqa general qubernator elan olunmuşdu və mərkəzlər də Kəlküttə şəhəri idi. Bunlar da əsasən nə idi? Böyük Moğol dövlətinin tənəzzül dövrü idi və racələri bir-biri ilə qırdırırdılar. Çünki racələr dost olsa vahid cəbhədə mübarizə aparacaqlar. Bunların da siyasəti parçala və hökmranlıq et siyasəti idi. Ona görə də racələr bir-birlə mübarizə aparması bunlar üçün sərf edirdi. Dedik ki, 19-cu əsrin birinci yarısında bunların siyasəti daha da ağırlaşdırır əhalinin vəziyyətini. Məsələn, yeni vergilərin tətbiq olunmasıdır, korrupsiya əməlləridir, əhalinin vəziyyətini get-gedə pisləşdirirdi. Qeyd eləmişik ki, 1813-1833-cü illərdə yeni xartiyalarda, bəli, artıq Böyük Britaniya hökuməti 1813-1833-cü illərdə yeni xartiyalarında Ost-Hind şirkətinin inhisarını ləğv edir. Yəni əvvəllər Çin və Hindistanla yalnız bunlar ticarət əlaqəsi saxlaya bilər ki, o məsələ ləğv olunur və bütün İngilis tacirlərinin üzərinə Hindistanın qapısı açılır. Yəni bütün İngilis tacirlər gedib Hindistanda ticarət edə bilərdilər. 1857-1859-cu il Sipahilər üsyanı. Sipahilər kim idi? Yerli əhalidən toplanmış ordu. Yəni fərqi yoxdur. Müsəlman və qeyri-müsəlman. Yerli əhalidən toplanmışdı. Dedi ki, 1857-ci ildə artıq Hindistanda həm ingilislərin müstəmləkə zülmü idi, həm də zorakı şəkildə xristianlaşdırma siyasəti cəhdi üsyana səbəb oldu. Sipahilər üsyanına və başlaması üçün də bəhanə nə olur? Həmin vaxt deyirik, padronlar gəlir, silahlar gəlir. Deyirlər, hamısının üzərində inək və donuz yağı var. Onların içərisində, o sipahilərin içərisində müsəlman olanlar donuz yağına görə əl vura bilmir, dişlərlə cıra bilmir padronun, klokun. O qeyri-müsəlmanlar da inəyi müqəddəs sayırdı orada, ona görə də onlar əl vura bilmirlər və bir növ başlaması üçün bəhanə oldu. Deyirik ki, üsyançılar Dehliyə daxil olur. Böyük Moğol imperatoru var idi, 2-ci Bahadır Şah hökmdarı. Onu götürürlər, ona sadaqət and içirlər, Qanq vadisində bir neçə vilayəti ələ keçirirlər və deyirik ki, hətta bu yerli əhali şeylər var idi, imtiyazların hüquqlarını itirmiş imtiyazlı şəxslər. Onlar da bunlara qoşulurlar. 1858-ci ildə İngilis hökuməti götürür 2-ci Bahadır Şahı tutur və sürgün eləyir. Onun ardınca da 1859-cu ildə Sipahilər üsyanı yatırılır. Qeyd eləmişik ki, Sipahilər üsyanının məğlub olma səbəbi. Məğlub olma səbəbi o ki, vahid rəhbərlik yox idi, vahid komandanlıq yox idi. Eyni zamanda üsyançılar arasında nizamsızlıq var idi, birlik yox idi, fikir müxtəlifliyi var idi. Bunlar gətirdi Sipahilər üsyanının süqutuna çıxartdı. Üsyanın nəticəsi nə olur? Heç nə. Fikirləşirlər ki, bəlkə də biraz müstəmləkə rejimini yumşaltmaq lazımdır və idarəçiliyin yaxşılaşdırmaq üçün müəyyən işlər görürlər. Məsələn, deyirik ki, Ost-Hind şirkətinin siyasi və idarəçilik hüququnu ləğv edirlər. Hindistan işlərlə əlaqədar olaraq nazir vəzifəsi təsis olunur. Bundan başqa hakimiyyət general qubernatordan vitse-krala keçir. Britaniya Hindistan adlı müstəmləkə yaradılır. İdarəçilik birbaşa İngilis taxtına keçir. Biz bunu nədə gördük? 1876-cı ildə Böyük Britaniya imperatritsası var idi. Viktoriya həm də Hindistanın imperatritsası adlandırılır. Dilimdə tutmadı sözü. Bəli. Bundan başqa biz qeyd eləmişik ki, 19-cu əsrin ikinci yarısında iqtisadi vəziyyət. İqtisadi vəziyyət belədir ki, artıq Hindistan bir müstəmləkə ölkəsi idi. Bir var yarım müstəmləkə, bir də var müstəmləkə. Artıq bu bir növ Böyük Britaniyanın Hindistanı adlandırılırdı. Hətta bunu nə adlandırdılar? Mirvari. Çünki buradan xeyli gəlirlər əldə edirdilər. Və artıq həmin dövrdə, bunların dövlətçiliyi olmayan bir dövrdə bunlarda kapitalist münasibətlər yaranmağa başladı və İngilis sahibkarları da əsasən dəmir yollarının çəkilməsidir, suvarma kanallarının tikilməsidir, pambıqdır, şəkər plantasiyalarıdır. Bunlara daha çox diqqət ayırılırdı. Sonradan deyirik ki, məsələn, sənaye üçün
toxuculuq və emal edici müəssisələr tikildi. Eyni zamanda bir qədər sonra ilk metallurgiya zavodları tikildi. Hətta 1884-cü ildə Bombeydə milli kapitala məxsus ilk toxuculuq fabriki də tikilmişdi. Amma fəhlələrin vəziyyəti ağır idi, çünki gün ərzində 16 saat işlədilirdi və 1890-cı ildə nə oldu? İlk fəhlə qanunları qəbul olundu və həmin fəhlə qanunlarına əsasən yeniyetmələrdir, uşaqlardır, bunların əməyindən istifadə məhdudlaşdırıldı. Qeyd eləmişik ki, Ümumhindistan Milli Konqresi, bəli, Ümumhindistan Milli Konqresi 1885-ci ildə Hindistanlı ziyalılar tərəfindən çağırılmışdı. Düzdür ki, İngilis hökumətinin razılığı ilə yaradılmışdı. Bunların məqsədi nə idi, nə istəyirdilər? İstəyirdilər ki, Hind xalqının hüquqları artırılsın, eyni zamanda bunların da maraqları İngilis parlamentində təmsil edilsin. Lakin ingilislər nə idi siyasəti? Parçala və hökmranlıq et siyasəti yürüdürdülər. Ona görə də bunlar istifadə edirlər. Həmin o Ümumxalq Milli Konqresində həm müsəlmanlar vardı, həm də qeyri-müsəlmanlar vardı. Bunların da arasında ziddiyyət olduğuna görə onlar arasında mübarizəni qızışdırır ki, vahid cəbhədən birləşib mübarizə aparmasınlar. Bəs yaxşı, müstəmləkə olan Hindistan 20-ci əsrin əvvəllərində vəziyyəti necə idi? Gənə də ümumxalq olaraq narazı idilər. Niyə? Çünki müstəmləkə zülmü var idi. İngilis məmurlarının öz başınalığı var idi ki, bu Hindistanda narazılığa gətirib çıxardırdı. Sakit dururdularmı həmin dövrdə? Xeyr. Mübarizə aparırdılar. Nə cür mübarizə? Silahla aparmırdılar da. Mübarizə oydu ki, İngilis malları boykot olunurdu. Yəni kütləvi şəkildə boykot edirdilər. Hətta deyir ki, birinci ümumxalq hərəkatı hesab olunur həmin o malların boykot edilməsi. Sonradan biz danışacağıq Çin haqqında. Bəli, Çin deyirik ki, Hindistandan sonra əsas məqsədi nə idi? Çin işğal eləmək idi, o Hind şirkətinin işi. Oranı istəyir ki, xammal mənbəyinə çevrilsin və nəhayətində deyirik ki, başladı orayla da bir növ tiryək deyək də belə, tiryək ticarətinə. Ağ ölüm adlandırırlar da onu, ağ ölüm. Tiryək ticarətinə başlayır. Orada da hətta orada gümüş pul məsələsi var ki, Çin mallarını gümüş pulla alırdılar. Bu da İngiltərə üçün nə idi? Böyük miqdarda gümüş pulun çıxarılmasına səbəb olurdu. Ona görə də başqa yollar əl atırlar ki, pulla almasınlar da mal mübadiləsi kimi eləsinlər. Lakin 1800-cü ildə qərar verilir ki, tiryəkin ticarəti qadağan olunsun. Ondan sonra kara bursa girir işə də, elə deyirlər ona, qaçaqmalçılıqla gətirirlər tiryəki və bunların da arasında problemlər yaranır. Və nəhayətində gətirir birinci tiryək müharibəsinə. 1840-1842-ci illərdə olmuşdu. Nə idi səbəbi? İngilis tacirlərin tiryək alverini genişləndirməsi. Nəticəsi nə olur? Heç nə. Çin ağır şəkildə məğlub olur. Çünki aralarında ilk ağır şərtli Nankin sülh müqaviləsi bağlandı. Nankin sülh müqaviləsinin şərtləri nələr idi? Heç nə. Çin məğlub olub İngiltərəyə böyük miqdarda təzminat ödəyəcəkdi və Çin bütün çayların deməyək 5 dənə limanını ticarət üçün açmağa məcbur olur və bundan başqa Çin tacirlərinə güzəştlər verəcəkdi. Bundan başqa tacirlər gəlib Çin ərazisində məskunlaşa bilərdilər. Yəni xarici dövlətlərin tacirlərindən söhbət gedir. Bundan başqa Hong Kong, yəni Siyanqan da İngiltərənin mülkiyyətinə keçdi. Bunun ardınca yazmışıq ki, 1844 ABŞ və Fransa ilə. Bəli, 1844-cü ildə Mancur hökuməti ABŞ və Fransa ilə də qeyri-bərabər hüquqlu müqavilə imzalamışdı. Qeyd eləmişik ki, Taypinlər hərəkatı 1850-1864-cü ildə. Əsasən harda başladı? Çinin cənub-şərq əyalətlərində. Səbəbi nə idi? Heç nə. Mancur Çin sülaləsi idarə edirdi həmin vaxtda Çini. Onun ağır vergi siyasəti idi, bir də xarici təcavüzü idi ki, gətirdi Taypinlər hərəkatına səbəb oldu. Əsas ideyalarda ümumi bərabərlik əsasında dövlət qurmaq idi. Yəni hamı bərabər olsun. Üsyançılar nə edir? Nankin şəhərini tutub öz dövlətlərini yaradırlar. Yəni kəndlilərin imperiyasını yaradırlar və islahatlar keçirirlər. İslahatlarda deyirik vergilər azaldıldı, qadınlarla kişilərə bərabər hüquqlar verildi, amma monarxiyanı ləğv eləmirlər. Həmin vaxtı İngiltərədir, Fransadır, ABŞ-dir deyirlər, bu Çindən əlavə gələn iqtisadi güzəştlər almalıyıq. Ona görə də gəlin Mancur Çin imperatoruna köməklik edək, üsyanı yatırsın. Həm də bizim orada müəyyən şeylərimiz var. Çünki orada dedik axı, ərazisi var idi, yansısı çayı var idi. Onun bir hissəsi Taypinlər hərəkatının əlində idi.
Onlardakı icazə vermişdi ki, çaylardan üzə bilərsiz. Ona görə də köməkliyi ilə yatırılır 1864-cü ildə. Bundan başqa ikinci Tiryək müharibəsi var idi. Yazmışıq səbəbi nədir? Heç nə. Fransızlar, ingilislər nə istəyirdi? Deyirlər ki, bizə yenidən güzəştlər verginən, yenidən hüquqlar verginən, 1842-1844-cü ildə imzalanmış müqavilələrə yenidən baxaq. Bundan başqa Çin çaylarında ingilis gəmilərinin üzməsinə icazə verginən, lakin bunu bax bu imperator qəbul eləmir. Deyirik ki, 1856-cı ildə 2-ci Tiryək müharibəsi başlayır və həmin döyüşdə yenə də Çin məğlub olur. Müqavimət göstərmədən Pekin şəhərini tuturlar və Çin hökuməti İngiltərə ilə Fransa arasında qeyri-bərabər hüquqlu Pekin müqaviləsini imzaladı 1860-cı ildə. Nə idi Pekin müqaviləsinin şərtləri? Tiryəkin açıq satışına icazə verildi. Bax, biz 1-ci Tiryək müharibəsində elə söhbət eləməmişik. 2-ci Tiryək müharibəsinə söhbət gedir. Tiryəkin satışına icazə verildi. Bundan başqa Çin, Fransa idi, İngiltərə idi. Bunlara təzminat ödəməlidir. Birincidə İngiltərəyə ödəyirdi təzminatı, 1-ci Tiryəkdə. 2-ci Tiryəkdə həm Fransaya, həm də İngiltərəyə ödədi. Bundan başqa ingilislərlə fransızlar Çinin ərazisində sərbəst hərəkət edə bilərdilər. Yəni Yansızı çayında ticarət etmək hüququ qazandılar. Lakin Yansızı kimlərin əlində idi? Taypinlərin əlində idi. Ona görə 1864-cü ildə İngiltərə, Fransa, ABŞ ordu verdi və həmin Taypinlər hərəkatı yatırıldı. 1858 Ayqun müqaviləsi. Bəli, 1858-ci ildə Rusiya ilə Çin arasında bağlanmışdı Ayqun müqaviləsi. Şərti də oydu ki, sol sahil, Amurun yəni sol sahili Rusiyaya verildi. Bundan başqa Çin 1884-1885-ci illərdə Fransa ilə, 1894-1895-ci illərdə Yaponiya ilə müharibələr apardı və hamısında da məğlub oldu. Məğlubiyyətin nəticəsində də Vyetnamdır, Koreyadır, Tayvandır, bunlar üzərindəki nəzarəti itirdi. Yazmışıq 1-ci Çin inqilabı. Bəli, 1911-1913-cü illərdə olmuşdu 1-ci Çin inqilabı. Dedik ki, nə baş verdi? Sun Yat-sen var idi. Onun rəhbərliyi ilə 1905-ci ildə Birləşmiş İttifaq yaradıldı. Yəni bir neçə inqilabı qrupları yığdılar, Birləşmiş İttifaq yaratdılar. Və neynədilər? Deyirik ki, bunlar da başlayır Çin inqilabına 1911-1913-cü illərdə. Nəticəsində monarxiya devrildi, yəni Mancur Çin sülaləsi devrilir, müvəqqəti konstitusiya qəbul olunur, ölkə respublika elan olunur, prezident idarə etmə üsulu yaradılır. Elə ilk prezidenti də bu üsyana başçılıq eləmiş Sun Yat-sen olmuşdu. İndi danışaq Yaponiya haqqında. Yazmışıq Yaponiyanın özünü təcrid siyasəti. Bəli, Yaponiya özünün təcrid siyasəti həyata keçirilirdi. Amma belə bir şey var ki, Yaponiyada ali hakimiyyət imperatora məxsus olsa da deyir ki, real hakimiyyət kimin əlində idi? Syogun var idi də, onun əlində idi. O da başlayır, deyir, yox, ölkədə iqtisadiyyat pisdir, qapalı ölkə daxı bura. Götürək bu ölkəni açaq da yavaş-yavaş. Məsələn, ABŞ-dir, Avropa ölkələrdir. Onlarla ticarət əlaqələr aparıq. Məsələn, 1854-cü ildə deyirik ABŞ ilə Yaponiya arasında sülh və dostluq haqqında müqavilə bağlandı. Nə idi müqavilənin şərtləri? ABŞ-nin gəmiləri Yaponiyanın bəzi limanlarına girmək hüququ aldı. Eyni zamanda Simoda'da ABŞ konsulluğu yaradılmalı idi. Yəni bu müqavilə nəticəsində Yaponiyanın özünə təcrid siyasətinə son qoyuldu. Hətta bir neçə il sonra deyirik ABŞ ilə yenidən müqavilə imzalandı ki, ABŞ-yə götürdülər, Amerikalılara ticarət güzəşti verdilər, müəyyən güzəştlər verdilər. Bundan başqa Rusiya ilə bir sıra Avropa dövlətlərinə də müqavilələr bağlanır. Amma bu qapalıq siyasətinin ləğvi artıq samuraylardır, knyazlardır. Onların narazılığına səbəb olur. Deyirlər ki, onlar bizi neynəyəcək? Xarici təbələr gəlib bizi işğal eləyəcək. Ona görə də səmavi hakimə, yəni imperatora müraciət edirlər və 1867-1868-ci illərdə nə baş verdi? Deyirik ki, burjua inqilabı baş verir. Syongun hakimiyyətdən əl çəkir. Syongun şəxsin adıdır da. Hansısa bir şəxsin adı Syongun gedir. Onun nədir deyərlər? Hərbi vəzifəsi. Bəli, Syongun hakimiyyətdən əl çəkir və 1868-ci ildə 15 yaşlı Mutsihito var idi. O imperator elan olunur. Götürür o Syongunun bütün şeylərini, imtiyazlarını ləğv edir və deyir ki, bütün imtiyazlar, bütün ali hakimiyyət imperatorun əlindədir. Və 1868-ci ildə yeni hökumət proqramı bəyan edir. Həmin o proqramda nədən söhbət gedirdi?
Deyirdi ki, bütün dövlət işləri ictimai rəy nəzərə alınaraq həyata keçiriləcək. Bundan başqa ədalət qorunulacaq, haqsızlığa yol verilməyəcək. Məsələn, elmimiz daha da inkişaf edən dünya elmi səviyyəsinə qaldırılacaq. Bütün vətəndaşlara nədir? Millətin dirçəldilməsinə köməkli yolun. Yəni bu kimi məsələlərdən söhbət açılırdı orada. İnqilabın nəticəsi də yazmışıq. Bəli, deyirik ki, artıq nə baş verdi? Yenidən qurma tədbirlərinə başlayırlar. Çünki biz bu yenidən qurma tədbirləri bura qeyd eləmişik. Nədir yenidən qurma tədbirləri? Heç nə deyirdi ki, əsasən nə olmalıdır? Müşavirlər olmalıdır. Bunlar da ki, Avropada təhsil almış gənc dövlət xadimləri idi. Yəni bir növ müasirləşdirməyə çalışırdılar da dövləti. Və burjua islahatları keçirir. Muhsinton dövründə həmin inzibati islahat keçirir, idarə etmədir, hərbi islahatdır, iqtisadi islahatdır, təhsil islahatıdır. Bunların biz hamısını bir-bir qeyd eləmişik. Məsələn, inzibati islahatına görə deyirik ki, knyaz mülkləri ləğv olunur. Yəni şeylərində feodalların və ölkə ərazisində nə idi? Ərazi bölgü, yəni Yaponiyanın özünün ərazi bölgüsü aparılır. Bundan başqa knyazlara qubernator statusu verirlər. Bundan başqa biz məsələn deyə bilərik ki, idarə etmə islahatında Avropa nümunəsində nazirliklər yaradıldı. Məsələn 1889-cu ildə Yaponiyada ilk konstitusiya qəbul olundu. Nə idi konstitusiya? Deyirdi ki, bütün yenə də hakimiyyət imperatorun əlində idi. Yəni imperator həm qanunverici, həm də icraedici hakimiyyətə malik idi. Vətəndaşlara da ki, müəyyən imtiyazlar verilirdi. Məsələn, sərbəst toplaşmaqdır, sözdür, mətbuatdır, vicdandır, mülkiyyətdir. Bu kimi azadlıqlar verildi. Hərbi islahatı o idi ki, samuray dəstələri ləğv olundu. Samuraylar əsasən qədimdən qalma idi də. Və götürdülər, müasir ordu yaradıldı. Yəni silahla, ordulu silahla təchiz olmuş müasir ordu yaradıldı. Bu samuray dəstələri ləğv olundu. Bundan başqa iqtisadi islahatından danışsaq, biz deyərik ki, vahid pul sistemi tətbiq olunur. Eyni zamanda əvvəllər biz var idi də, deyirik ki, nə iş görürdülər? Bu ölkə ərazisindəki müəyyən bazar iqtisadiyyatının inkişafıdır. Məsələn, digər şeylərin inkişafına xüsusi diqqət göstərirdilər. Təhsil islahatı aparıldı. Məsələn, dedilər ki, 6 yaşından etibarən bütün uşaqlar məcburi şəkildə 4 il şəklində təhsil almalıdır. İlk qadın pedaqoji məktəbləri açıldı. Bundan başqa Avropa nümunəsində orta təhsildir, ali təhsil məktəbləri açıldı. Yəni bir növ inkişaflar baş verdi həmin burjua islahatları nəticəsində. Bundan başqa Yaponiyanın imperializm siyasəti var ki, biz deyirik ki, nə oldu? Koreya ilə mübarizə aparır. Məsələn, Koreya uğrunda 1894-1895-ci ildə Çin ilə müharibə aparır və nə oldu? Onun üzərində qələbə çalır da. Koreya uğrunda mübarizədə qələbə çalır. Çindən böyük şəkildə təzminat alır. Eyni zamanda onun ərazisində müəssisələr tikmək hüququ alır. Eyni zamanda 1904-1905-ci illərdə Rusiya-Yaponiya müharibəsi baş verir ki, həmin müharibədə də Yaponiya qazanır. Biz dedik ki, Tsushima dəniz döyüşməsi baş verdi. Yaponlar qələbə çaldı və Portsmouth sülhü bağlanır ABŞ-nin Portsmouth şəhərində 1905-ci ildə. Müqavilənin şərtləri nə idi? Saxalin adasının cənub hissəsini ələ keçirirlər. Eyni zamanda Cənubi Mançuriyadır, Koreyadır. Onlarda da Yaponiyanın ağalığı tanınırdı. Bu qədər kifayətdir. İndi danışaq Şimali Qafqaz haqqında.